Azərbaycanda bu şəxslər bəzi ödənişlərdən azad edilir. Qanuna əlavələr gözlənilir. Report xəbər verir ki, yeni maddəyə görə ölkənin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar, həmçinin hərbi xidmət vəzifələrini, o cümlədən Çernobil Atom Elektrik Stansiyasında hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlilliyi müəyyən edilmiş, habelə şəhid ailəsi statusu almış şəxslərdən bəzi xidmətlər və hüquqi hərəkətlər üçün dövlət rüsumu tutulmuş. Həmin xidmətlər daşınmaz əmlaka, mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi ilə bağlıdır. Bura daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı reyestrdən çıxarışın, texniki sənədlərin verilməsi, torpaq sahələri üzərində hüquqların qeydiyyatı üçün mərc çəkmə işlərinin görülməsi, əmlak üzərində hüquqların məhdudlaşdırılmasına, daşınmaz yüklülüyünə dair dövlət reyestrindən arayışın verilməsi, ipotekanın dövlət qeydiyyatına alınması, eləcə də daşınmaz əmlaka dair digər hüquqi hərəkətlər aiddir.